Bir nəfər gəlir Həzrəti Peyğəmbərin yanına, öz ata-anasından şikayət edir. Deyir, ya Rəsulullah, mənim atam və anam çox mərhəmətsizdirlər. Məni də incidirlər. Mənim vəzifəm nədir? Mən neynəməliyəm? Həzrəti Peyğəmbər buyurur, deyir, anan səni 9 ay bətnində gəzdirib. Bundan sonra deyir, anan sənə 2 il süd veribdir. Səni böyüdənə qədər səni qoynunda bəsləyib. Səni qucağında saxlayıbdır. Atan sən böyüyənə qədər çoxlu zəhmətlər çəkibdir. Sənin ehtiyaclarını təmin edib. Sənə deyir dini, İslamı, imanı öyrədibdir. İndi necə olur ki, həmən valideynlər mərhəmətsiz olurlar? Bu qədər xidmət edib övlada valideyn. Övlad valideyni necə deyə bilər mərhəmətsizdir?